Salam, sabahınız xeyir olsun. Mənim bu çəkilişi eləyirəm. Bax, mən dəfələrlə bu çəkilişi şəkil halda çəkmişəm. Sonra videosunu çəkmişəm, nə bilim şəklini çəkmişəm, göndərmişəm, bəzi qurumlara müraciət eləmişəm. Lökbatan, Qaradağ rayonu Lökbatan qəsəbəsində icra başçısına müraciət eləmişəm, xahiş eləmişəm, yalvarmışam, yaxarmışam. Sanqaçalda o sədir, soyadım bilmirəm, sədrə demişəm, bu binaya baxanlara. Lökbatandakı jeklə demişəm, hər yerə müraciət eləmişəm, yalvarmışam, yaxarmışam, şirin-şirin, sözsüz, söhbətsiz yalvarmışam, yaxarmışam ki, xahiş eləyirəm. Mən 3 oğul böyüdürəm bu evdə. 3 oğul, mənim imkanım yoxdur. Əvvəl yoldaşım var idi, bir təhər çalışırdım ki, düzəldək. Amma indi yoldaşım rəhmətə gedib, lap qalmışam tək, 3 evladla. Hal-hazırda oğlumun biri əskərdir. Birini təzə yola salacağım 2 aydan sonra. Mənim yaşadığım yer buradır. Baxın, mən bu vəziyyətdə yaşayıram. Mən demirəm, məndən də pis vəziyyətdə yaşayanlar var. Heç kəsin müraciətinə baxılmır. Sanqaçal qəsəbəsində oluram. Qaradağ rayonu Sanqaçal qəsəbəsi. Bax, bu mənim vəziyyətim. Mənim evim remontsuzdur, bir o qədər də pis olmuram. Amma aşağı mərtəbələrdə olan qonşularım gəlir mənim üstümə. Baxın, mən neyniyim? Onlar da zulümlə, əzab əziyyətlə, dişi ilə, dırnağı ilə pul qazanıb ev düzəldiblər. Gəlirlər mənim üstümə ki, xala, sənin evindən bizim evimizə su axır. Mən neyniyim? Mənim əgər özümə aid olmuş olsa, krantımdan axmış olsa, deyərəm, mənim səhvimdir. Bu vəziyyətim mənim. Mən elə başqa yerləri çəkə bilmirəm. O biri qonşu üzbəz, qonşunun evi leysan gedir, indi jekdən göndəriblər. Qonşuların çoxsu hindi qalxıblar ayağa. Xahiş edirəm, mənim bu müraciətimə baxılsın. Allah rizası üçün. Allahdan qorxuları varsa, xahiş edirəm, mənim bu vəziyyətimə baxsınlar. Bu da mənim vanına qoymuşam ki, qonşunun evinə su getməsin. Bu da bu. Bu da mənim balkonum. Bu da mənim balkonum. Eləyə bilmirəm. Mənim o pulum yoxdur. Mənim gərək, mən neçə, nə bilim, dünyanın pulunu qazanam ki, mən bu evi əməli başlı düzəldə biləm. Bu da mənim balkonumun vəziyyəti. Mən neyniyim? Nətər eləyim? Mən də Azərbaycan millətiyəm də. Azərbaycan xalqıyam. 3 evlad böyüdmüşəm. 3 evladımı da tərbiyə eləyirəm ki, gedin vətəninizi qoruyun. Torpağınızı qoruyun. Mənim oğlum 44 günlük müharibədə vuruşdu, gəldi. Bax, yaşayışı budur. Mən bir söz demirəm, bizim qazilərimiz var. Bizim məndən pisi olanları, uşaqları var. Pis vəziyyətdə yaşayanlar var. Mən indi həyəcanımdan heç özüm də bilmirəm, nə deyirəm, nə demirəm. O qədər əsəbimdən ürəyim partlayır. Mənim oğlum bax bu vəziyyətdə yaşayır. Bax bu şəraitdə. Evləndirmək istəyirəm, evləndirə bilmirəm. Bax bir dənə bu vəziyyətə görə mən uşağımı evləndirə bilmirəm. Çünki xalqın qızını mən gətirib bu şəraitdə bədbaxt eləyə bilmərəm. Xahiş edirəm, mənim bu vəziyyətimə baxasınız.